Rəcəb ayı Allah ayıdır. Eyni zamanda bir yerdə də var ki, Əlinin ayıdır. Vilayətlə Tohid yenə də bu ayda bir-birindən təcəssüm olunur. Ona görə də fikir vermişəm, vilayətlə arası olmayan adamlar Rəcəb ayla da araları yoxdur. Fikir vermişsinizsə, Rəcəb ayına qarşı qəribə qıcıq var. Diqqət eləməmişsinizsə, indi bundan sonra diqqət eləyə bilərsiniz. Məsələn, ələ salırlar, məhz Rəcəb ayındandır problemləri. Çünki bu həm də vilayət ayıdır. Hədisdə var, Allah buyurur, hədisi qudsidə ki, Rəcəb ayı mənim göydən yerə düşən ipimdir. Kim bu ipdən yapışsa, mənim vüsalıma qovuşar. Bundan götürün bu ayın fəzilətini. Vüsalıma qovuşar. Vüsal ki, liqaullahdır, bütün ariflərin arzusudur. Bütün ariflərin ən böyük istəyidir. Deyir, Rəcəb ayı bu ipdir ki, bundan yapışsalar, gəlib bu mənim görüşümlə nəticələnər. Ona görə bu ayımız başqa aylardan fərqlənsin. Bu aya əsəb deyir Peyğəmbərimiz. Əsəb 2 dənə bu ilə, yəni çox tökülən bir şey edilir. Bu ayda Allahın rəhməti yerə o qədər çox nazil olur ki, bu ayın adı əsəbdir. İnsan bu ayda çox istiğfar eləsin deyirlər. İstiğfar həmin o rəhməti özünə çəkir, özünə cəlb eləyir. Bu zikri çox deyin, küçədə gedərkən, hər hansı bir işlə məşğul olarkən, əstəğfirullah və əsəluhut tavbə. İlahə, səndən bağışlanmaq istəyirəm və səndən mənə tərəf dönməyi istəyirəm. İstiğfardır, əstəğfirullah və əsəluhut tavbə. Başqa zikir var, əstəğfirullah zəlcəlali vəl-ikram min cəmi'iz zunubi vəl-asan. La ilahə illallah zikrini deyib ki, bu ayda 1000 dəfə desə çox fəziləti var. Ayda 1000 dəfə də çox asandır, la ilahə illallah zikrini demək. Çox böyük fəziləti var, çox böyük dəyəri var. Mümkün qədər çalışın, oruç tutun. Oruç tutanlara iftar verin. İftar süfrəsi ətrafında toplaşın, maraqlı məsələlər müzakirə edin, fikir mübadiləsi aparın, danışın. Bir zikir məclisi olsun, həm də bir-birinizlə görüşməyə, yaxınlaşmağa bir fürsət olsun. Rəcəb ayında imkanınız qədər oruç tutun, nə qədər bacarsınız. 1 gün, 2 gün, 3 gün mümkün qədər oruç tutun. Çünki bu aylar bizi hazırlaşdırır mübarək Ramazan ayına.